Bakıda qadın sevgilisinin evini qarət edib. Milli Media Oxaza istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 2002-ci il təvəllüdlü Aysel Ağacanova ad və soyad şərtidir. Bakıdakı Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər. Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Dərhal sonra Aysel evi qarət etmək qərarına gəlib. O bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib. Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O mənzildən 7400 manat samavar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb. Şakirin şikayəti əsasında Xəzər rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O hadisəni törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.